Salam yoldaşlar, hər kəsi yenidən xoş gördük. Advanced Level IFRS video dərs paketimizin 21 nömrəli standartından qaldığımız yerdən davam edirik. Bu mövzu çox maraqlı bir mövzudur. Mövzu avans ödənişləri zamanı məzənnə fərqinin uçotudur. Niyə önəmlidir? İki baxımdan önəmlidir. Birincisi, praktikada çox rastlaşırıq. Çox rastlaşmağımıza rəğmən mühasiblərin etdiyi səhvlərdən çox görürük bunu biz. Etdiyi səhvlərdən biridir və bütün avanslara məzənnə fərqi hesablayırlar. Hansı ki, bu da mənfəət zərər hesabatında ciddi problemə səbəb olur. Ə, Və digər önəmli məsələ avansın ikili xarakteridir. Həm avans monetar aktiv ola bilir, həm qeyri-monetar aktiv ola bilir. Nə deməkdir bu? Deməli, biz bundan öncəki video dərsdə qeyd eləmişdik ki, avans ödədiyimiz zaman 95% halda o qeyri-monetar aktivdir. Çünki avansın qarşılığında biz mal və ya xidmət gözləyirik. Bizə pul gələcəyini gözləmirik. Ona görə də avans 95% halda qeyri-monetar aktivdir. Amma bəzən olur ki, avans ödənişi bizə pul şəklində geri qayıda bilər. Yəni biz pulu ödəyirik, o avans bizə geri qayıdacağını gözləyirik. Qayıda bilər demirəm. Çünki mal və ya xidməti verməsə də avans bizə pul kimi qayıda bilər. Bir də var ki, belə gözləyirik. Buna görə ikili hal olduğuna görə iki dənə misal seçmişəm. Maraqlı məqam ondan ibarətdir ki, bu misallar 2-ci cild IFRS gözlüyü kitabımdandır. Bu misallar orada da var və orada ətraflı şəkildə bunu izah eləmişəm. Burada isə video dərs olaraq özümdən eşidəcəksiniz. Zaman itirmədən misallara keçid alaq. Deməli, Panda şirkəti Avrozonada fəaliyyət göstərir. Avrozonada fəaliyyət göstərmək o deməkdir ki, iqtisadi mühiti avro ilə əhatə olunub, buna görə də funksional valyutası avrodur. Həmçinin hesabatları da elə avro ilə hazırlayır. Yəni başını ağrıtmır da başqa valyuta ilə niyə hazırlasın ki? Məsəl üçün şirkət Azərbaycanda fəaliyyət göstərirsə, deməli funksional valyutası manatdır. Hesabatların təqdimatında manatla eləyir. Təbii ki, funksional valyutanı biz seçə bilmirik, amma təqdimat valyutası bizim özümüzdən asılıdır. Biz istəsək hesabatımızı avro ilə də hazırlaya bilərik, amma avro ilə hazırlayıb kimə verəcəyik? O halda başqa valyuta ilə biz Azərbaycanda fəaliyyət göstərən hesabat hazırlayar ki, ana müəssisə xarici bir firmadır, Amerikan şirkətdir. Biz məcbur manatla özümüz üçün hazırlayırıq. Amma hesabatları dollara çevirib ana müəssisəyə göndəririk. Bu halda ola bilər. Bu konsolidasiya mövzusudur. Konsolidasiya dərsində bunu izah edəcəyik. Deməli, bu belə. Şirkət texnika alışı üçün Amerikadakı təchizatçı ilə razılaşma əldə edib və razılaşmada texnikanın alış qiyməti 100 min dollardır. Bu texnikanın alış qiyməti deməli 100 min dollar. Və ödəniş məsələsi, ödəniş necə olacaq? Ödəniş 2 dəfə ödənəcək. Bunu bilərəkdən eləmişik, çünki 2 hissəni də görə bilərsiniz. Biz bunun hamısını avans ödəsəydik, misal biraz sadə olurdu. Ona görə 2 yerə bölmüşük ki, bütün mənzərəni görə biləsiniz. İlk ödəniş müqavilə imzalandıqdan sonra edilib və ödəniş məbləği 30 min dollardır. Növbəti ödəniş qalır 70 min dollar. Bu da nə vaxt ödəniləcək? Mal çatdırıldıqdan sonra. Və burada da bizə məzənnələr verilib. Tarixlər var burada. Tarixlər üzrə əməliyyat mahiyyətidir. Misal üçün 4 fevralda nə baş verib? Müqavilə imzalanır. 11 fevral müqavilə imzalanan tarixdə 1 avro neçə dollardır onu göstərir. Müqavilə imzalanan tarixdə 1 avro 1.3552 dollardır. 1 avronun dollar ekvivalentdir bunlar. 11 fevralda artıq biz ilk ödənişi, yəni 30 min dollar ödəmişik. 31 dekabr 2021 dövrün sonudur. Artıq hesabat ilimizdir. Bu dövrdə məzənnədir. 15 yanvar 2022, yəni növbəti ilin yanvarında mal çatdırılır və bizə invoice göndərirlər. Məzənnə budur və biz də invoice ödəyirik. Və bu tarixdəki də məzənnə budur. Bu məzənnələr üzrə və əməliyyat üzrə bizdən müxabirləşmələr soruşur. Bu kitabda ətraflı izahını tapacaqsınız. Burada izahı özüm səsləndirəcəm. Deməli, baxaq əməliyyat tarixləri üzrə elə ardıcıllıqla gedək. 4 fevralda nə baş verib? 4 fevral. 4 fevralda sadəcə müqavilə imzalanır. Müqavilə hər hansısa oradakı IFRS 15 dərsindən də bilirik ki, müqavilənin imzalanması yetərli deyil. Ümumiyyətlə gəlirlərin, xərclərin və s. tanınması üçün
gəlir tərəfindən danışaq. Müştəri ilə müqavilə edən gəlirlərin tanınması üçün 5 dənə şərt var. O şərtlərdən birincisi müqavilənin olmasıdır. Amma oradakı öhdəliklər müəyyən edilməlidir, qiymətlər müəyyən edilməlidir və s. Bunlar hamısı müəyyən edilib. Amma sonuncu 5-ci element nədir? Nəzərdə tutulan müqavilədə müştəriyə nə verməli idimsə, o verilməlidir ki, mən uçot apara bilim. Bu halda müqavilə imzalanıb, ortada bir şey yoxdur. Ona görə heç nə uçot aparılmır. Yəni bu tarixdə boş qoyuruq. Yəni burada heç bir uçot aparılmır. Daha sonra 11 fevral tarixində. 11 fevralda nə baş verir? 11 fevralda 30.000 dolların ödənişini eləyirəm. Deməli, kredit hissədə mənim pulum azalır bank hesabından. 223 bank hesabıdır. Deməli, 30.000 dollar. 30.000 dollar neçə avro eləyir? Deməli, 1 avro həmin tarixdə 1.3391-dir. Ona görə 30.000-i bölməliyəm 1.3391-ə ki, bunun avro qarşılığını tapım. 22.403 avro. Və yadınızdadırsa, əvvəlki dərslərdə də qeyd eləmişdik ki, burada məzənnənin, deməli, əməliyyatın orijinal valyutası dollardır deyə proqram təminatında mütləq bu iki xana olur və alt xanada orijinal valyutanı 30.000 dolları yazmalıyıq. Yəni bu yazmalıyıq, bu avtomatik belə olur və həmin tarixdə də məzənnəyə uyğun bu avroya çevrilir. Bunu həmişə yadınızda saxlayın. Mən indi bunları hamısını avro ilə yazacağam. Uçot baxımdan, çünki hesabatımız avro ilə təqdim olunacaq ona görə. Amma həmişə yadınızda saxlayın ki, valyutanın orijinalı yazılmalıdır. Debet hissədə bizim ödədiyimiz avans olacaq. 243 nömrəli hesab 22.403 avro. Və salam. 11 fevralda uçotumuzu verdik. 3-cü 31 dekabr tarixində. 31 dekabr 2021. Bu çox maraqlıdır. 31 dekabr tarixində bu dövrün sonudur. Dövr sonu hesabat hazırlayırıq. Sual ondan ibarətdir ki, mən burada avansım var. Ödədiyim avansdır. Avans mənim aktivimdir. Bu avansı mən ilin sonunda axı məzənnə dəyişib 1.3791-dir. İndi bu 22.403 idi. Gəlin bunu 1.3791-ə bölək və baxın 21.000-ə düşdü. Azaldı. Biz indi bunu 21.000 eləməliyik ya yox? Sual ondan ibarətdir. Cavabımız nədən asılıdır? Bu monetardır, yoxsa qeyri-monetardır? Yəni avans monetardırmı, yoxsa qeyri-monetardırmı? Bu avans qeyri-monetardır. Niyə? Çünki ödədiyimiz avansın qarşında bizə pul yox, mal gələcək, texnika. Ona görə də heç bir halda qeyri-monetar aktivi mən il sonunda məzənnəsini dəyişdirə bilməm. Nəinki il sonunda. Sonradan baş verən heç bir məzənnə buna təsir eləməyəcək. Ona görə ilin sonunda bu 243 nömrəli hesab necə qalıbsa elə də qalacaq. Heç bir uçot aparılmır burada. Bu da getdi. Gəldik 15 yanvar 2022. Buraya yazıram 15 yanvar. 15 yanvarda nə baş verəcək? Texnika bizə çatdırılır və invoice kəsilir. Texnika çatdırılıbsa artıq buradakı avans yoxa çıxacaq. Və nə olacaq? Kredit hissədə avans yazıram. 243 nömrəli hesab. 22.403 hamısı bağlanır. Debetdə artıq bu olacaq 111 nömrəli hesab, əsas vəsait. Fikir verin dostlar, heç məzənnəyə baxmadım. Çünki dedik axı bu ilkin avans nədirsə, oyundan da qalır, heç vaxt dəyişməyəcək. Ona görə bu baxmayaraq ki 30.000-də indi 30.000 avro, dollar ödəmişdik, kurs başqadır. Heç bir təsiri olmur. Çünki qeyri-monetar avans. Bu belə. İndi ikinci məsələ, axı bizə invoice-da yazıb, bizim öhdəliyimiz var. Ona görə biz ikinci bir uçotu yazacağım. Debet hissədə əsas vəsaitin dəyərinin bir hissəsini tanımışam. Amma mənə 100.000 niyə əsas vəsait gəlib? Bu deyilir 70.000 dollarda. 70.000 mal satanda artıq qalan 70.000-i də ödəməliyim. Ona görə kreditdə olacaq 538 nömrəli hesab. 31-də yazmıram 531. Çünki 531 ticari mallar üzrə, əsas fəaliyyətlər üzrə bizim kreditordur. Həmişə mən onu uçotda da elə yazıram ki, fərqi görə bilək. Bu olacaq 70.000 dollar. 70.000 dollar gəlin baxaq neçə
avrodur. 70 min bölünsün həmin tarixdə. Kurs nədir? 1.3606. Bu deyilir 51.448 yazaq yuvarlaq. 51.448. Debet hissədə də 111 nömrəli hesab əsas vəsait 51.448. Bir daha xatırladıram dostlar. Mütləq bunun bu hissəsində 70 min dollar olduğunu göstərəcəksiniz. 70 min dollar. Bu belə. Bununla da bu hissədə 15 yanvar tarixində uçot bitir. Fikir verin. 70 mini ancaq kursunu 70 min əsas vəsait üzrə mal gələndə 30 minin nə dəyərdə idisə əvvəl elə də əsas vəsaitin dəyərinə keçirdim. Amma qalan 70 min əsas vəsaitin dəyərinə əməliyyatın baş verdiyi tarixdəki məzənlə ilə keçirdim. Və 2 fevral sonuncu əməliyyatımızdır. 2 fevralda nə baş verir? 2 fevralda deməli bizim invoice ödəmək lazımdır. Invoice ödəyəndə kredit tərəfdə olan 538 artıq biz bunu öhdəliyimizi tam bağlayırıq. Bizim borcumuz qalmayacaq. Ona görə 538 nömrəli hesabı 51.448 sıfırlanır. İndi gələk kredit tərəfə. Kreditdə nə baş verəcək? Bizim 223 nömrəli hesab azalır. Amma mən nə qədər ödəməliyəm buna? 70 min dollar ödəməliyəm. Ona avro kimi pul ödəyə bilmərəm ki, dollara çevirib ödəməliyəm. İndi mənim 70 min dollar ödəmək üçün nə qədər avroya ehtiyacım var? Gəlin indi burada fikir verin dostlar. 1 avroya 15 yanvar tarixində daha çox dollar düşürdü. 1.36. İndi daha az 1 avroya daha az dollar düşür. Yəni avro zəifləyib. İndi 70 min görək dollar, avro zəifləyibsə 70 min dollar 1.3498. Baxın 51.859 oldu. Yəni 70 min dollar indi daha çox avrodur. Çünki avro zəifləmişdi. Ona görə mənim 51.859 avro bank hesabımdan pul çıxacaq. Bu 70 mini bağlamaq üçün. Deməli, nə baş verdi? Debit hissədə 51 min, kredit hissədə 51.859. Deməli, mən dollar bahalaşdığına görə, mənim də daha çox avroya ehtiyacım olduğuna görə mən zərərə düşdüm. Çünki buna 51 min avro ödəməli idim bu tarixdə. 15 yanvarda ödəsəydim bunu ödəyəcəkdim. Amma indi mənə daha çox avro lazımdır. Ona görə debet hissədə 731 nömrəli hesab, məzənnə üzrə zərər, aradakı fərq. 51.859 çıxılsın 51.448 eləyir 411 avro. Zərər elədim məzənnə üzrə. Buna niyə 538 nömrəli hesaba niyə məzənnə hesabladım? Çünki monetar aktiv idi. Monetar öhdəlik idi. Yəni mənim kreditor borc mənim monetar öhdəliyimdir. Çünki qarşı tərəfə mən pul ödəməliyəm. O pul 70 min dollar heç vaxt dəyişməyəcək. Çünki adama 70 min ödəməliyəm. 70 mini mən uçota alanda 51 min idi. İndi həmin 70 min 51.859 olub. Ona görə də mən istər-istəməz məzənnədə itirmiş oluram. Baxın, bütün əməliyyatlar fikir verin. 111 nömrəli hesaba sonradan heç nə hesablamadım. Sonraki məzənnənin təsiri olmadı. 243 nömrəli hesaba heç nə eləmədim. Ancaq nələr dəyişdi? Kreditor borc dəyişir, debitor borc dəyişir, monetar xarakterli bir şeylər. Belə dostlar, ümid edirəm bu hissə aydındır. Növbəti misala keçək. Bu misalda avans monetar aktivdir. Gəlin baxaq. Təsəvvür edin ki, şirkətinizin funksional və təqdimat valyutası avrodur və siz Chicago'da 12 aylıq icarə müqaviləsi bağlamışsınız. Deməli, şirkətiniz yerləşir avrozonada, hesabatları avro ilə hazırlayırsınız, amma sizin bir işiniz var Chicago'da, məcbur orada icarə müqaviləsi bağlayırsınız. Müqavilə də nə olacaq? Təbii ki, dollarla olacaq. İndi müqavilə şərtinə əsasən onlar bizdən 10.000 ABŞ dolları məbləğində depozit istəyir. Bu depozit nə üçündür? Otellərdə falan olanda fikir vermisinizsə,
Məsəl üçün, xaricə otelə gedirsiniz. Otel deyək ki, bir günü 300 avrodur. Sizdən 5 gün qalacaqsınız. 1500 avro eləyir. 1500 avrodan əlavə sizdən 100 avro, 200 avro civarında bir depozit saxlayırlar. Depozitin mahiyyəti nədir? Bu kirayə qalanda da elədir. Gedib kirayə Azərbaycanda indi yoxdur. Kirayə qalanda da sizdən bir depozit tuturlar. Niyə? Çünki sabah televizorumu zədələsəz, nə bilim mebellərə ziyan vursaz, baxacaqlar. Əgər bir problem yoxsa depozit sizə geri qayıdır. Problem varsa depozitdən tutulacaq. Ona görə burada 10.000 ABŞ dolları depozit icarə müddətinin sonunda bizə geri qaytarılacaq. Deməli, bu aktiv avans ödəmişəm, bir növ depozit ödəmişəm, avans kimi bir şeydir və bu mənə geri qaytarılan bir şey olduğuna görə bu artıq monetar xarakterli avansdır. Ona görə bunda məzənnə fərqi öz əksini tapacaq. Gəlin baxaq, məzənnələr nədir? Deməli, 24 oktyabr 2021 tarixində müqavilə imzalanır. Müqavilə imzalanması mənə heç bir şey göstərmir. Ona görə bu önəmsizdir mənə. 1 noyabrda depozit ödəyirəm. Deməli, kreditdə 223 bank hesabı. Nə qədər depozit? 10.000. 10.000 dollar ödəyirəm. 10.000 dolların bölürəm 1.3505-ə ki, avroya çevirim. Avro qarşılığı 7405 avrodur. Və debet tərəfdə ödədiyim avans yazaq bunu. 243 nömrəli hesab 7405 avro. Məsələn, bu 1 noyabr tarixində uçud. İndi ilin sonudur, rəhbərliyə hesabat verirəm. Rəhbərliyə hesabat verəndə mənim orada avansım var. Mən bunu 7405 kimi saxlamalıyam, yoxsa yox? Təbii ki, saxlamamalıyam. Çünki bu monetar aktivdir. Bizə pul gələcək. Nə qədər pul qaytaracaqlar? 10.000 dollar. Bizə avro kimi qaytarmayacaqlar ki, dollar kimi. İlin sonunda mən deməliyəm ki, bu 10.000 dolların avro qarşılığı indi başqa rəqəmdir. Nə qədərdir? 10.000-i bölürəm nəyə? 1.3791-ə. İndi daha az avro düşür. Ona görə mən zərər eləmiş olacağam. Çünki mənə indi avro qaytaranda o avro məndə cəmi olacaq 7251 avro. Ona görə ikinci uçot belə olacaq. 243 nömrəli hesabı mən nə etməliyəm? Azaltmalıyam. Nə qədər? 154 avro yuvarlaq deyək də. 154 avro bu avansı az göstərməliyim. Kreditdə 243 nömrəli hesab 154 avro bundan azaldıram. Debetdə də olacaq 731 nömrəli hesab məzənnə üzrə zərər. Məsələn, belə dostlar, ümid edirəm faydalı oldu. Növbəti videolarda görüşənə qədər sağ olun.